Salam əziz dokuzlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Hər şey qaydasındadır. Bugün sizə 9-cu sinif güvən nəşriyyat kitabından bir məhsulu tənlik və məsələlər bölməsinin suallarını izah edəcəm. Sualların izahlarına baxmamışdan əvvəl mütləq şəkildə dərsi oxuyuruq, müəllimimizə diqqətlə qulaq asırıq. Ondan sonra özümüz yazırıq, sonda yaza bilmədiklərimizi gəlib bizim kanalımızdan izahlarına baxırıq. Yaxşı. Ancaq elə eləsəz bunun sizə bir faydası olar. Yoxsa götürüm elə açım izahları qoyum qabağıma, oradan çay, kofe qarşımda qəşəng köçürdüm. Elə şey etmirik. Yaxşı. Əvvəldən sizlə razılaşdım. Eşidirəm ki, deyirsiniz, oldu müəllim. Tamam. Onda kanalımıza da abunə olub biz dəstəkləməyi, hamını bizim kanalımıza abunə etməyi yaddan çıxartmırıq. Başlayaq birinci sualımızla. Bismillah. Deməli, birinci sualda nə deyir bizə? Aşağıdakı ədədlərdən hansı 3x üstəgəlsin 10 bərabərdir 19 tənliyinin köküdür? Bir yerinə qoyub yoxlaya da bilərsiniz, ya da ki, tənliyi həll edərsiniz. Bu tənlik sadə xətti tənlikdir. Bunu həll etmək üçün nə edirik? Ədədləri bir tərəfə, dəyişənləri bir tərəfə. Tənliyin xassəsinə əsasən tənliyin bir tərəfindən digər tərəfinə ədəd dəyişən keçəndə işarəsi dəyişir. 19 ilə işim yoxdur. 10 keçir 19 tərəf olur, çıxaq 10. 3x bərabər olur 9-a, x bərabər olur 3-ə. 9-u da 3-ə böldüm, yaxşı. Cavab olur nə variantı? B variantı. İkinci sualımız, ikinci sualda nə deyir? Yenə də 6x çıxılsın 5 bərabərdir 4x üstə gəlsin 11. Belə bir xətti tənliyi verib deyir həll elə. Bu formalı tənlikləri də həll eləyəndə yenə də ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə. Xətti tənliyin əsas həll üsullarından biridir. 4x işarəsini dəyişib keçirdirəm digər tərəfə. Mənfi 4x 11 ilə işim yoxdur. 5-i əks işarə ilə keçirdirəm digər tərəf olur. Müsbət 5. Mənfi 5 idi çünki solda. 6x-dan 4x çıxanda qalır 2x. 11 ilə 5-in cəmsi isə nə olur? 16. Hər iki tərəfi 2-yə bölürəm və yaxud da 16-nı 2-yə bölürəm də deyə bilərəm. Cavab olur nə? 8. D variantı. Üçüncü çalışmamız 8 çıxılsın x bərabərdir 28 çıxılsın 5x. Tənliyi ilə eyni güclü olan tənliyi göstərin. Mən bilməliyəm eyni güclü tənliyi nədir? Eyni güclü tənliyi kökləri eyni olan tənliyə eyni güclü tənliyi deyirlər. Gəlin birinci bunu sadələşdirək, görək nə alınır. Bax, 5x-in işarəsini dəyişib keçirirəm, bu biri tərəf olur 5x müsbət. Çıxılsın x yerindədir 28. 8-in işarəsini dəyişərək keçirirəm, digər tərəfə çıxaq 8. Buradan 4x bərabərdir. Nə alıram? 20. 4x bərabərdir 20. Buradan da x bərabərdir 20 bölünsün 4. X bərabərdir 5. Aşağıdakı tənliklərdən hansının kökü 5-dirsə, o tənlik bu tənlik ilə eyni güclüdür. Baxıram ki, A variantı deyil. Çünki A variantındakı tənliyin kökü 6-dır. B variantının kökü 8-dir. C variantının kökü 7-dir. 7 yox, 5-dir. Ailə budur. C variantına baxın. C variantını yazıram, bax burada. 3x çıxılsın 1 bərabərdir 14. Buradan 3x bərabərdir 14. Üstə gəlinsin 1. 3x bərabərdir 15-ə. X bərabərdir 15 3-ə böləndə 5. Bunda kökü 5-dir, bunda kökü 5-dir. Ona görə də cavab olur nə variantı? C variantı. Dördüncü çalışmamız 5x çıxılsın 18 bərabərdir 3x çıxılsın 6. 5x çıxaq 3x 18 çıxılsın 6. 18 işarəsini dəyişib keçdi, müsbət oldu. 2x bərabərdir 12-yə, x bərabərdir 12-ni 2-yə böləndə 6-ya cavab olur E variantı. 5-ci çalışmamız deməli 3x çıxılsın 18 bərabərdir x çıxaq 10. 3x çıxaq x bərabərdir 18 çıxılsın 10. 2x bərabərdir 8-ə, x bərabərdir 4-ə. C variantı. Sonra 6-cı çalışmamız 5x çıxılsın x plus 6 bərabərdir x 5x çıxılsın x. Mötərizəni açıb sadələşdirin, bax. Birbaşa yazmım da, bunu deyim sizə. Bu tənliyi həll etmək üçün, bax, bu mötərizəni açıram, oxşar ədədləri islah edirəm.
Ona görə də rasional ifadələri bölməsini yaxşı öyrənmək vacib idi. 5x çıxılsın x çıxılsın 6 bərabərdir nəyə? X-a. 5x-dan x çıxanda qalır 4x çıxılsın 6 bərabərdir x-a. X-i keçirirəm bu biri tərəfə 4x çıxaq x bərabərdir 6-ya. 3x bərabərdir 6, x bərabərdir nəyə? 2-yə. Bu da olur nə variantı? D variantı 6-cı sualımızın cavabı. Növbəti sualımız 7-ci sual. Deməli 7-ci sualda deyir ki x çıxılsın 10 bərabərdir 3x üstəgələk 8. Baxın x çıxaq 3x 8 üstəgələk 10. Mənfi 2x bərabərdir 18-ə. X bərabərdir 18-i bölürəm mənfi 2-yə. X bərabərdir mənfi 9-a. Bu da olur A variantı. 8-ci sual. Deməli, x çıxılsın 1 bölünsün 18 bərabərdir 8 bölək 12. Tənasübün xassəsindən istifadə edib kənar ədlərin hasili orta ədlərin hasilinə bərabərdir. 12 vurulsun x çıxılsın 1 bərabərdir 18 vurulsun 8. Mən mötərizəni vurub aça da bilərəm. Tənliyin hər iki tərəfini eyni bir ədədə vura da bilərsən, bölə də bilərsən. 6-ya ixtisar getdiyinə görə 6-ya bölürəm. Burada qalır 2 vurulsun x çıxaq 1. Burada da qalır 3 vuraq 8. Mötərizəni vurub açıram, ya da ixtisar da eləyə bilərəm əslində. Vurub açıram buradan bu tərəfəsin. 2x çıxaq 2 bərabərdir 24-ə. 2x bərabərdir 26-ya, x bərabərdir 13-ə. D variantı 8-ci sualımızın cavabı. 9-cu sual. 5 vurulsun x üstə gəlinsin 2 üstə gələk 4 bərabərdir 3x üstə gələk 20. Vurub açıram 5x plus 10 plus 4 3x plus 20. 5x plus 14 oxşar ədədləri islah eləyirəm. Birinci hər iki tərəfdə. Ondan sonra ədədlər bir tərəfə, hərflər bir tərəfə. 3x keçir bu tərəfə. 20 çıxılsın 14 də keçir bu tərəfə. Buradan 2x bərabərdir 6-ya. X bərabərdir 3-ə. Bu da olur 9-cu sualımızın cavabı B variantı. 10-cu sualımız 3x çıxılsın 2 vurulsun 5x üstə gəlinsin 1 bərabərdir 16 çıxaq x. Oxşar ədəd açıram mötərizəni birinci. 3x çıxılsın 10x çıxılsın 2 bərabərdir 16 çıxaq x. Mənfi 7x çıxılsın 2 bərabərdir 16 çıxaq x. Mənfi 7x üstə gəlinsin x bərabərdir 16 üstə gələk 2. Mənfi 6x bərabərdir 18. X bərabərdir mənfi 3-ə. 18 mənfi 6-ya böləndə mənfi 3 olur. Cavab olur E variantı 10-cu sual. 11-ci sualımıza baxaq. 5 vurulsun, x çıxılsın 3, bərabərdir 3 vurulsun, x çıxılsın 1, çıxaq 8. 5x çıxaq 15, bərabərdir 3x çıxılsın 3, çıxıq 8. 5x çıxaq 15 bərabərdir 3x çıxılsın 11. 3 mənfi 3 ilə mənfi 8-i topladım. Qarşısına da mənfi qoydum. Buradan 5x çıxılsın 3x bərabərdir. Mənfi 11 üstə gəlsin 15. 2x bərabərdir 4-ə, x bərabərdir 2-yə. 11-ci sualımızın cavabı olur D variantı. 12-ci sual. Yenə də 5x çıxılsın, mötərizədə 3x çıxılsın, x çıxaq 1, üstə gələyinə 4 bərabərdir 10. Mötərizəni içəridəkini açıb sadələşdirib, sonra çöldəkini aça bilərsən və yaxud da çöldəkini açıb, sonra içəridəkin fərqi yoxdur. Mən belə eləyirəm, 5x çıxağa dəymirəm, 3x, içəridəki bax bu mötərizəni açıram. Açanda nə olur? Mənfi x plus 1 plus 4 bərabərdir 10. Biraz da sadələşdirim, 5x çıxılsın, 3x-dan x çıxanda 2x, 1 ilə 4 eləyir 5. Bərabərdir 10. Yenə mötərizəni açıram. 5x çıxılsın, 2x çıxılsın 5. Bərabərdir 10. 5x-dan 2x çıxanda nə qalır? 3x. 5-i də digər tərəfə keçirdəndə 10 ilə toplanın 15 olur. X bərabər olur nəyə? 5-ə. 12-ci sualımızın cavabı olur B variantı.
13 3x çıxılsın, 2x çıxılsın, x plus 1 plus 1, 8, 3x çıxılsın, 2x, mötərəzəni açıram, bax bunu, mənfi x, mənfi 1, üstə gələk 1. Bunun mötərəziyə aidiyyəti yoxdur, bu mötərəziyə, ona görə olduğu kimi müsbət 1 qalır. Buradan birlər gedir, 3x çıxılsın, 2x-dan x-i çıxanda x qalır da, elə birbaşa x yaza bilərəm bura. Başqa şey qalmadığına görə bərabər 8. Bu da eləyir 2x bərabər 8, x bərabər olur 4-ə. Cavab olur A variantı 13-cü sualımızda. Növbəti sualımız 14-cü sual. Deməli 81 çıxılsın, 5x bölünsün 2, bərabərdir 9x bölünsün 2, üstə gələk 25. Yəni, burada da qeyri-adi bir şey yoxdur. 5x-i 2-yə bax, 81 çıxılsın, 2,5x deməkdir. Bu da 4,5x deməkdir. Üstə gələk 25. Yəni, qeyri-adi bir şey deyil. Mənfi 2,5x çıxılsın, 4,5x bərabərdir 25 çıxılsın 81. Mənfi 7x bərabərdir. 25-dən 81 çıxanda nə qalır? Mənfi 56. X bərabər müsbət 8-ə. Mənfi 56-nı mənfi 7-yə böləndə olur müsbət 8 olur. E variantı 14-cü sualımız. 15-ci sual. 15-ci sual. 3-də 4x çıxılsın, 6-da 5 bərabərdir 6-da x plus 16. Müxtəlif üsullarla həll eləyə bilərsiniz bunu. Mesela hamısını 6-ya vurmaqla həll eləmək olar və yaxud da ortaq məxrəcə gətirib çarpaz vurmaqla həll eləmək olar. Mesela vururam hamısını 6-ya. Görürsünüz, bütün hədlərin tənliyin xassəsinə görə vura bilərəm. Bununla bu gedir 2, 2, 4-ün 8x. Bununla bu gedir çıxılsın 5. Bununla bu gedir x plus 16. İndi adi qaydada 8x çıxılsın x bərabərdir 16 üstə gəlsin 5. 7x bərabərdir 21-ə, x bərabərdir 3-ə. Olur A variantı 15-ci sualımız. 16-cı sual. 2x üstə gəlsin 8 bölünsün. X plus 2 bərabərdir 3. 3-ü mən 1-də 3 kimi yazıram. Yaza bilərəmmi? Təbii ki, yaza bilərəm. Çarpaz vururam. Bax, 3-ü vuracam x plus 2-yə. 1-i də vuracam 2x plus 8-ə. Tənasubun xassəsinə əsasən. Buradan 3x plus 6 bərabərdir 2x plus 8-ə. Buradan 3x çıxaq 2x bərabərdir 8 çıxılsın 6. X bərabərdir nəyə? 2-yə. 2 nə variantıdır? E variantı. 17-ci çalışma. 2-də 1 vurulsun, x minus 1 çıxılsın 1,5 bərabərdir 6 vurulsun. 2 minus x çıxılsın 1. Tənliyi deyir, həll elə. Vurub açaram sadəcə olaraq mötərəzəni. Bu 2-də 1-in əvəzinə də 0,5 yazaram. Vurub açanda 0,5 x çıxılsın 0,5 çıxılsın 1,5. 6 üçün 12 çıxılsın 6x çıxılsın 1. Buradan 0,5x çıxılsın 2 eləyir. Bunları toplayanda düzdür. 12-dən 1 çıxanda 11 minus 6x. 6x-i keçirdirəm bu biri tərəfə. 0,5x plus 6x bərabərdir 11 plus 2. 6,5x bərabərdir 13-ə. X bərabərdir 13 bölünsün 6,5. Vergüldən azad eləyəndə 130 bölək 65 o da eləyir 2. Cavab olur D variantı. Növbəti sualımız 18-ci çalışma. X bölünsün 2 çıxılsın x minus 1 bölünsün 4 bərabərdir 1-ə. Bunu da hamısını 4-ə vurmağını həll eləyə bilərəm. Bu səfər elə eləmirəm. Bax, bunun sürət və məxrəcini 2-yə vururam. 2-yə vuranda nə olur? Bu olur 4, bu olur 2. Yəni 4-də 2x. Məxrəci bərabər olan kəsirlər kimi çıxanda olur 4-də 2x minus 1. Bax, nəyə görə mötərəzidə yazdım? Uşaqlar nə edir? Bunu mötərəzidə yazmayanda götürürlər, çıxaq x, çıxaq 1, belə yazırlar, iş bitdi, artıq səhvdir. Yəni, qarşıdakı mənfi surətdə hamısına təsir eləməlidir. Yaxşı, ona görə də mütləq bunu mötərəzidə yazın ki, arada çıxaq olanda səhv eləməyəsiniz. Bərabərdir 1-ə. Surəti açıb sadələşdirsəm 2x çıxılsın x, üstə gəlinsin 1,
bölək 4 bərabərdir 1-ə. 1-in məxrəci də 1-dir. Deməli 2x-dan x-i çıxanda nə qalır? X plus 1 bölək 4 bərabərdir 1-də 1. Çarpaz vuranda x plus 1 bərabərdir 4-ə, x bərabərdir 3-ə. Bu da olur D variantı. 19-cu çalışmamız. A-nın hansı qiymətində A plus 2 x bərabərdir 3. Tənliyin həlli yoxdur. Mənfi 2 nəyə görə? İndi əgər dərs oxumusunuzsa orada xətti tənliyin ümumi şəkli AX bərabərdir B şəklindədir. A bərabərdir 0, B fərqlidir 0 olanda kökü olmur. A da 0-a bərabər, B də 0-a bərabər olanda sonsuz sayda həll olur. A 0-dan fərqli olanda B-yə ehtiyac yoxdur, 1 həll olur. Aydındır. İndi burada B-si bunun 3-dür, 0-dan fərqlidir. Sən A-ya mənfi 2 desən, gör nə baş verəcək. Mənfi 2 plus 2 vuraq x bərabərdir 0. 0x bərabər, 0 nə idi? 3. 0x bərabərdir 3-ə. Sən x-ə elə bir qiymət tapıb deyə bilmərsən ki, 0-a vuranda 3 alasan. Ona görə bunun boş çoxluq olacaq həlli. A-nın hansı qiymətində? Mənfi 2 qiymətində. Cavab olur B variantı. Səbəbini də dedim sənə. Sənin xətrinə dedim. 20. A-nın hansı qiymətində AX üstə gəlsin 10 bərabərdir mənfi 10. Tənliyinin həlli yoxdur. Bax, birinci bunu ümumi şəklə salıram. Yəni 10 atıram bu tərəfə olur. Mənfi 10 çıxaq 10. AX bərabərdir mənfi 20. A-nın 0 qiymətində. Təkrar deyirəm. A 0 olsa 0x bərabərdir mənfi 20 olacaq və x-a heç nə tapıb deyə bilmərsən sən belə olan halda. Deməli A 0 olanda bunun kökü olmayacaq. Ümumi qaydaya da uyğundur, mənasında deyirik hər dəfə. 21-ci çalışma. AX bərabərdir B minus 2. Sonsuz sayda həll olması üçün A da 0 olmalıdır. Bu B minus 2 də 0 olmalıdır. Yəni B də 2 olmalıdır. A0, B2. A0, B2 hardadır? D variantındadır 21-ci çalışmada. Növbəti sualımız 22-ci sual. AX çıxılsın 4x bərabərdir x plus 1. Ayrıca 4x yox, bizə də qarışdırdım. AX, düz yazmışam da. 4x bərabərdir B minus 3. Sonsuz sayda həlli var. Birinci nə edirəm? Burada x ortaq vuruq kimi çıxardıram. Burada A minus 4x bərabərdir B minus 3. Qaydaya görə nə olmalı idi? AX bərabərdir B tənliyində A da 0, B də 0 olmalı idi. Yəni bu da 0 olmalıdır. A minus 4. Eyni zamanda B minus 3 də 0 olmalıdır. Bu da 0 olmalıdır. Deməli A 4 olmalıdır. B də 3 olmalıdır ki, sonsuz sayda həll olsun. A plus B cəmini soruşursa, yox, hasilini soruşursa, 22-də hasilini soruşur. 4 üçün nə eləyir? 12 cavab olur D variantı. Növbəti sualımız 23-cü sual. Deməli, AX plus B bərabərdir x plus 1. Sonsuz sayda. Birinci x atıram bu tərəfə, B-ni atıram o tərəfə, 1 minus B. X-i ortaq vuruq kimi çıxardıram. Əmsal olaraq nə qalır? A minus 1x bərabər 1 minus B. Sonsuz sayda həll olması üçün A minus 1 0 olmalıdır. 1 minus B bu da 0 olmalıdır. Deməli A da 1 olmalıdır. B də 1 olmalıdır. İkisi də 1 olmalıdır. A plus B cəmin dediyinə görə 1 plus 1 cavab eləyir 2. O da olur A variantı. 23-cü sualımız. 24-cü sual. A-nın hansı qiymətində AX bərabərdir 1 tənliyinin yeganə həlli var. A fərqlidir 0 şərtində yeganə həll olur. A variantı 24. 25-ci çalışma. A-nın hansı qiymətində AX plus 5 bərabərdir 3x yeganə həlli var. Birinci bunu ümumi şəklə salaq. 3x-i bu tərəfə atıram, 5 o tərəfə atıram. Buradan A minus 3, x ortaq vuruq kimi çıxartdım. Bərabərdir mənfi 5-ə. Deməli A minus 3 fərqlidir 0 olmalıdır. A fərqlidir 3. A-nın 3-dən başqa bütün qiymətlərində cavab olur C variantı 25-də. 26.
K-nın hansı qiymətində K minus 2x bərabərdir 3 tənliyinin həlli yoxdur. K minus 2 0 olanda. K 2 olanda. Çünki bu əmsal 0 olacaq. Bayaq dediyimiz söhbət yaranacaq. Doğru. D variantı. 27-ci çalışma. K kvadratı minus 1 x bərabərdir K minus 1. Tənliyin həlli yoxdur. Deməli, K kvadratı minus 1 bu 0 olmalıdır. K minus 1 fərqlidir 0 olmalıdır. Həllinin olmaması üçün. Buradan K tapıram ki, fərqlidir 1 olmalıdır. Axı, buradan da K kvadrat bərabərdir 1-ə, K bərabərdir müsbət mənfi 1 olur. Deməli, müsbət 1-i götürmək olmaz, amma mənfi 1-i götürmək olar. K-nın mənfi 1 qiymətində, bax, K-nın mənfi 1 qiymətində bu 0 olacaq, bura mənfi 2 olacaq. Ona görə də 0 vuraq x bərabərdir mənfi 2 deyə belə bir tənliyi alınacaq. Bunun da həlli boş çoxluq olacaq. Yəni, K mənfi 1 olanda o deyilən söhbət olur. Cavab olur D variantı 27-ci çalışmada. 28. K-nın hansı qiymətində Kx bərabərdir 2K üstəgələk 6 tənliyinin kökü 4-ə bərabər. Demir, tənliyin kökü 4-dür. Onda x-in yerinə zəhmət çəkib 4 yazacaqsan. Yəni, bura 4 yazacaqsan. 4K bərabərdir 2K plus 6-ya. Buradan 4K çıxılsın. 2K bərabərdir 6. 2K bərabərdir 6. K bərabərdir 3. K-nın 3 qiymətində o deyilən söhbət olur. Cavab olur C variantı. Sonra neçəyə baxırdıq? 28, 29-a baxaq. 29 ax plus 4x bərabərdir b minus 3. Tənliyinin sonsuz sayda həlli olarsa a plus b cəmini tapın. Deməli, buradan x ortaq vuruq kimi çıxarsam a plus 4x bərabərdir b minus 3. Sonsuz sayda həlli olması üçün a plus 4 də 0 olmalıdır. B minus 3 də 0 olmalıdır. Yəni, a mənfi 4 olmalıdır. B 3 olmalıdır. A plus B cəmin tap deyirsə, mənfi 4-ün üstə 3 gələndə cavab mənfi 1 eləyəcək. O da olacaq B variantı 29-cu. Çalışmamızda, növbəti çalışmamız 30. Ax minus 5x plus 8 bərabərdir 0 tənliyi. A-nın hansı qiymət həlli yoxdur? Birincisi, buradan ax minus 5x bərabərdir mənfi 8 yazıram. Buradan x ortaq vuruq kimi çıxardanda a minus 5x bərabərdir mənfi 8. Həllinin olmaması üçün a əmsalı 0 olmalıdır. Bu 0-dan fərqli olmalıdır. Ya zaten bu 0-dan fərqlidir b. Deməli, a minus 5 0 olanda bunun həlli yoxdur. Yəni, a 5 olanda bunun həlli olmayacaq. O da olur D variantı 30-cu sualımız. 31-ci sual. Deməli, 3x kvadratı üstə gəlinsin 6x bərabər 0 tənliyini deyir. Həll edir. Bu natamam kvadrat tənliyidir. Nəyə görə? Çünki c-si yoxdur. Bunu həll eləmək üçün təbii ki, vuruqları ayırma üsulü ən yaxşısıdır. 3x ortaq vuruq kimi çıxardıram. Burada x plus 2 qalır. Bərabər 0. Hasil 0 olması üçün vuruqların hər birini 0-a bərabər götürürəm. 0. Buradan x bərabərdir 0-a, x bərabərdir mənfi 2-yə. Bu arada c-si 0 olan, yəni c-si olmayan natamam kvadrat tənliyin bir kökü həmişə 0 olur. Məlumat kimi deyirəm, yadınızda qalar. Cavab olur D variantı 31-ci sualımızın cavabı. 32-ci çalışmamız 4x kvadratı minus 100. Bu da natamam kvadrat tənliyidir. Bunu da 2 üsulla həll eləmək olar. Bir vuruqları ayırma ilə bir də belə eləyə bilərsiniz. 4x kvadrat bərabərdir 100-ə, x kvadratı bərabərdir 25-ə, x bərabərdir müsbət mənfi 5-ə. Cavab olur nə? C variantı. 32-ci çalışmamız. 33-cü çalışma. Artıq bu normal kvadrat tənliyidir. X kvadrat minus 9x plus 14 bərabərdir 0-a. Deməli, tənliyin köklərinin cəmi bərabərdir 9-a. Tənliyin köklərinin hasili isə bərabərdir 14-ə. Baxan kimi görüşür ki, x1 7-dir, x2 də 2-dir. Viet teoremi ilə rahatlıqla bunu tapa bilərəm. Tapa bilməsən, diskriminant üsulu ilə həll eləyəcəkdin. Cavab olur nə? A variantı. 34-cü çalışma. Deməli, 2x kvadratı çıxılsın 9x plus 7 bərabərdir 0.
Artıq bu çevrilmiş kvadrat tənlik deyil. Çünki x kvadratın əmsalı 1-dən fərqlidir. Çevirə bilərəm çevrilmiş kvadrat tənliyi, amma əmsallar normal tam ədəd olmadığına görə sərf eləmir mənə. Elə mən bunu diskriminant üsulu ilə həll edirəm. -9-un kvadratı minus 4 vurulsun 2 vurulsun 7. Dərsi oxumusansa yəqin ki, mənim nə yazdığımı artıq sən bilirsən. Yox, əgər baxırsan deyirsənsə bu müəllim nə yazır? Deməli sən dərsi oxumamısan. Artıq o mənlik bir şey deyil, gedib dərsi oxuyacaqsan. Yoxsa mən durum çox da deyim sənə bu belədir, elədir. Sən bilməlisən ki, bu kvadrat tənliyin həlli üçün ümumi düsturu var, diskriminant qaydası ilə. Diskriminantı hesablamaq üçün b kvadratı minus 4ac düsturu var. Onu tətbiq edirəm hal-hazırda. Hə, müəllim, bilirəm, elə şey olar, sən də dəhşətsən, deyirsən, tamam. Təki elə olsun. 81 çıxılsın. 4 gün 8, 8 7 gün 56. Burada nə qalır? Qalır, səhv eləmirəmsə 25. Deməli, köklər düsturu necə idi bəs? x1, 2 bərabərdir. Mənfi b, yəni müsbət 9, plus minus kök altında 25 bölünsün 2a, 2 vuraq 2. Bunu biraz da sadələşdirsəm, 9 üstə gələk çıxaq, 5 bölünsün 4. x1'i tapanda 9 üstə gələk 5 bölək. 9 üstə gələk 5 bölək 4. 4-də 14, bu da eləyir 3 onda 5. x2 də bərabərdir 9 çıxaq 5 bölək 4. 4 bölək 4, bu da eləyir 1. Müsbət 1 və 3 onda 5 cavab olur C variantı 34-cü sualımız. 35-ci sual. X minus 5'in kvadratı bərabərdir. X minus 7'nin nəyinə? Kvadratına. Bizdən nə istəyir? X-i tapın. Əslində bunu açıb sadələşdirib tapa bilərsən və yaxud da x minus 5'i, x minus 7'ni bir dəfə olduğu üçün bir dəfə də mənfisinə bərabər götürüb elə həll edə bilərsən. Dərsimiz kvadrat tənliyi olduğuna görə mən istəyirəm bunu açım. Birincinin kvadratı, birincinin ikinci hazırını 2 misli 10x, ikincinin kvadratı. Yenə birincinin kvadratı minus 14x plus 49. Buradan x kvadratlar silə bilərsən, çünki bir tərəfə keçəndə onsuz da gedəcək. Mənfi 10x üstə gəlsin 14x, 25'i də digər tərəfə keçirdirəm 44, 49 çıxılsın 25. Buradan 4x bərabərdir 24'ə, x bərabərdir nəyə? 6'ya cavab olur D variantı 35-ci sualımızda. 36 x plus 1'in kvadratı çıxılsın 8 vurulsun x plus 1 15 bərabərdir 0. Burada t əvəzləməsi apara bilərəm ya da ki elə açıb həll eləyərəm. Mən t əvəzləməsi aparıram. Necə? Bax, x plus 1'ə bir dənə t deyirəm. Onda olur t kvadratı çıxılsın 8t üstə gəlsin 15 bərabərdir 0 deyə yeni bir kvadrat tənliyi yaranır. Viet teoreminə görə buradan t1 bərabərdir 5'ə, t2 də bərabərdir nəyə? 3'ə. Niyə? Çünki 5 3'ə vuranda 15, 5'dən 3 toplayanda 8, oraya yazanda mənfi 8. Amma bu mənim köküm deyil ha. Mən x plus 1'ə t demişdim. Onda x plus 1 bərabərdir 5, x plus 1 bərabərdir 3 deyirəm. Buradan x bərabərdir 4'ə, x bərabərdir 2'yə. Bu x1, bu da x2 olsun. 4, 2. O da olur nə variantı? E variantı. Növbəti sualımız 37. X kvadratı plus 6 bölünsün x bərabərdir 5'ə. 5'in məxrəzinə 1 deyib çarpaz vursam, x kvadratı plus 6 bərabərdir 5x. Keçirsəm bu tərəfə x kvadratı minus 5x plus 6 bərabərdir 0. Viet teoremi ilə baxsam, x1 bərabərdir 2, x2 bərabərdir 3. Tənliyin kökləri cəm. Hə, kökləri cəmin soruşulmuş. Heç buna ehtiyac yox idi, yəni tapbağa. Kökləri cəmi buradan da görə bilərdim ki, müsbət 5'dir. Viet teoreminin köməyi ilə. B variantı 37. Növbəti sualımız 38. 5x üstə gəlsin 6 bölünsün x plus 2 bərabərdir 1'də x plus 2. Müəllim, elə yazılımı baxı. Mən kəsr xətt çəkib məxrəzinə 1 yazıram. Nə olacaq ki? Çarpaz vuranda x plus 2'nin mötərizə kvadratı olacaq. Eyni şeydir. 5x plus 6'ya bərabər. Açsam, x kvadratı plus 4x müxtəsər vurma düsturudur. 4 çıxılsın 5x keçirdirəm bu tərəfə çıxaq 6. Bax,
Xətti tənliyindən fərqli olaraq kvadrat tənliyi həll edəndə ədədlər bir tərəfə, dəyişənlər bir tərəfə demirik. Hamısı bir tərəfə deyirik, özü də sola. Buradan x kvadratı minus x minus 2 olur sadələşdirəndə, düzdür? Viet teoremi ilə baxıram ki, bunun bir kökü müsbət 2-dir, x2-si də mənfi 1-dir. Tənliyin böyük kökünü tapın, tənliyin böyük kökü 2-dir, o da olur B variantı. 39-cu çalışma. 1 bölünsün x minus 3 bərabərdir. X minus 5 bölünsün 3. Çarpaz vuracam, x minus 3'ü vuracam. X minus 5'ə, 1'i də vuracam 3'ə. Amma bunu yazmamışdan qabaq sizə bir şey deyim. Bu artıq rasional tənliyidir. Çünki məxrəcində dəyişən var. Rasional tənliyi həll edəndə yadınızda saxlayın. Dəyişənin mümkün qiymətlər çoxluğunu həmişə tənliyi həll eləməmişdən əvvəlcədən yazın. Bax, bu tənlikdə x fərqlidir, mütləq 3 olmalıdır. Çünki məxrəcdə 3 yazanda 0-a çevirir məxrəc, o da 0-a bölmə olmaz. Yaxşı, mənim imtahanda özümün səhv elədiyim sual olub, abituriyent vaxtı. Ona görə də mütləq şəkildə rasional tənliyi həll eləyirsinizsə, dəyişənin mümkün qiymətlər çoxluğunu əvvəlcədən yazın ki, yadınızdan çıxmasın. Yəni, mən bunu həll eləyəcəm. Sonunda köklərdən hansısa biri 3 olsa götürməyəcəm. Niyə? Çünki olmaz. Açıram bunu, x kvadratı 3x mənfi 5x mənfi eləyir mənfi 8x. Birbaşa yazdım, yəqin ki, aydındır. Mənfi 3x mənfi 5x plus 15. 1 üçün 3, 3'ü də keçidirəm bu tərəfə, minus 3. Bərabər 0. X kvadratı minus 8x plus neçə? 12 bərabər 0-a. X1 bərabərdir 6, X2 bərabərdir 2-yə. Viet teoreminə görə 6, 2, 12, 6 ilə 2 cəmi 8, əks yarı ilə mənfi 8 olur. Bizdən nə istəyirdi burada? Tənliyin köklərinin cəmin. Heç cəmin soruşurmuş yenə də. 6 plus 2 bərabər 8. Əgər cəmin soruşursa, həll eləməyə ehtiyac yoxdur. Cəmi buradan götürə bilərsən Viet teoreminə görə. Bu da olur B variantı. 40-cı sual. 1 bölünsün x minus 3 bərabərdir x minus 2 bölünsün 2. Yenə çarpaz vururam. X minus 3 vurulsun. X minus 2 bərabərdir 1, 2, 2 və x fərqlidir 3 olmalıdır. Vurub açıram, x kvadratı minus 5x olur. Çünki 3x, 2x, ikisi də mənfidir. Plus 6. 2-ni keçirdən burada minus 2 bərabər 0. X kvadrat minus 5x plus 4 bərabər 0. Tənliyin köklərin hasilini istəyir. Mən də bilirəm ki, tənliyin köklərinin cəmsi əks işarə ilə 2-ni cəmsi alır, yəni 5-ə. Hasili isə eyni işarə ilə sərbəst əddə bərabərdir. Yəni məndən 4'ü soruşur burada. Cavab olur D variantı. 41-ci sualımız. X plus 1 bölünsün x plus 2 bərabərdir 0,5. 0,5'in əvəzinə 2'də 1 yazıram. Çarpaz vururam. 2x plus 2 bərabərdir x plus 2'yə. X-i bu tərəfə keçirdirəm. 2x bərabərdir 2 minus 2. X bərabərdir 0'a. Cavab olur 0. A variantı. Bu artıq xətti tənliyi. Daha doğrusu rasional tənliyidir, amma sadələşdirəndə xətti tənliyi çevrilir. 0'da məxrəcdə problem yaratmır, ona görə tənliyin köküdür. 42-ci çalışma. 3 bölünsün x plus 2 bərabərdir 4 bölünsün x plus 1. X fərqlidir mənfi 2, x fərqlidir mənfi 1 olmaz. Çarpaz vururam. 4 vurulsun x plus 2, 3 vurulsun x plus 1. 4x plus 8 bərabərdir 3x plus 3. Buradan 4x çıxılsın 3x bərabərdir 3 çıxılsın 8. X bərabərdir mənfi 5. O da olur C variantı. 42-ci sualımız. 43-cü sualımız. X bölünsün x plus 6 bərabərdir x plus 1 bölünsün x plus 9. Çarpaz vururam. X plus 6'nı x plus 1'ə. X-i da x plus 9'a. Amma yenə də deyirəm, x fərqlidir mənfi 6'dan. X fərqlidir mənfi 9'dan. Çünki məxrəci 0'a çevirir. Açıram. X kvadrat plus 7x plus 6 bərabərdir x kvadrat plus 9x. Hər iki tərəfdən x kvadratları silə bilərəm. Bir tərəfə keçəndə onsuz da gedəcək. 7x çıxılsın 9x bərabərdir mənfi 6'ya. Mənfi 2x bərabərdir mənfi 6'ya. X bərabərdir nəyə? Müsbət 3'ə. Müsbət 3 tənliyin köküdür 43-cü çalışmada. B variantımız. 44.
5 bölək x plus 1 bərabərdir 7 bölək x minus 1. X mənfi 1 olmaz, müsbət 1 də olmaz. Müsbət mənfi 1-dən fərqli olmalıdır. Çarpaz vururam, 7x plus 7 bərabərdir 5x minus 5. 7x çıxaq 5x bərabərdir, mənfi 5 çıxaq 7. 2x bərabərdir mənfi 12, x bərabərdir mənfi 6. Mənfi 6 problem yaradırmı? Xeyr. Cavab olur E variantı. 45-ci çalışma. Yenə də 3 bölünsün x plus 2, 4 bölünsün x plus 1. X mənfi 2 olmaz, x mənfi 1 olmaz. Çarpaz vururam, 4x plus 8 bərabərdir 3x plus 3-ə. 4x çıxılsın 3x bərabərdir 3 çıxılsın 8. X bərabərdir mənfi 5 olur. D variantı 45-ci sualımız. Növbəti sual 46-cı sual. 3x çıxılsın 1 bölək 2 çıxılsın x bərabərdir 2-də 3. Əgər 2 səni narahat edirsə, onda hamısını 2-yə vur. Hamısını 2-yə vur. Bundan bu geçsin, bundan bu geçsin. 3x çıxaq 1 çıxılsın 2x bərabərdir 3-ə. 3x-dən 2x çıxanda qalır x. 3, 1 də keçir bu tərəf, plus 1. X bərabər olur nəyə? 4-ə. 40, neçənci sual idi bu? 46. O da nə variantı oldu? 4, B variantı. 47. 47-də nə deyir? Deyir ki, 3 bölünsün x minus 1 və 1 bölünsün x plus 1 kəsirlərinin cəmi ilə hasili bir-birinə bərabər olar. Cəmi bərabərdir hasilinə. 3 bölək x minus 1 vurulsun, 3 bölək x plus 1. Elə demir. Kəsirlərinin cəmi ilə hasili bir-birinə bərabər olarsa deyir, x tapın. Tamam. Nə edə bilərəm? Cəmin tapanda bunlar orta məxrəcə gətirəcəm də, rasional ifadələrdə olduğu kimi. Deməli, bunu x plus 1-ə, bunu da x minus 1-ə vurmaq lazımdır. Olur, x minus 1 vurulsun x plus 1-də. Bunu x plus 1-ə vurduğuma görə 3x plus 3. Arada üstəgələyi var. Bunu da 1-ə vuranda x minus 1 oldu ilə bərabərdir. Bu zaten hasildir deyə x minus 1, x plus 1 də 9. Kəsirin məxrəci bərabərdirsə, surətin bərabər götürüb həll edə bilərəm. Yəni 3x plus 3 üstə gəlsin x çıxaq 1 bərabərdir 9-a. Buradan 3x-dan x 4x eləyir. 3-dən 1 çıxanda 2 qalır bərabərdir 9-a. 4x bərabərdir 7-yə. 9-dan 2 çıxanda x bərabərdir 1 tam %75 deyə aldım mən, amma cavabda bu yoxdur. Gəl bir də baxacam buna. Baxım görün birinci düz köçürtmüşəm. 47-ci çalışma. X minus 1-də 3, tamam. X plus 1-də 1. Kəsirlərinin cəmi ilə hasili bir-birinə bərabər. Cəmi dedim, bunu x plus 1-ə vurdum, 3x plus 3. Bunu x minus 1-ə vurdum, x minus 1 dəqiq. 4x plus 2 eləyir da, düzdürmü? Sonra, burada səhv eləmişim. Burada bu 1-dir. Bu 1-dir. Bu 1-dirsə 3 1-in nə eləyir? 3. Bu da 3-dir. Bu da 3-dir. Onda 3-dən nə çıxmaq lazımdır? 2. 3-dən 2-nin çıxanda nə qalır? 1. 1-i də 4-ə böləndə, bəli, 0,25 eləyir. Cavab olur E variantı 47-ci sualımızda. Tamam, diqqətli olmaq lazımdır. 100, deməli 100 yox, eləcə 48. 48-ci çalışmada nə deyir? 2 minus 3x bölək 6 çıxılsın. X minus 3 bölək 3 bərabərdir 3-ə. Ortaq məxrəcə gətirə bilərəm. Bunu 2-yə vursam, 2 minus 3x bölünsün 6 çıxılsın. 6-da 2x minus 6. Surəti və məxrəcini 2-yə vurum. Bərabərdir 3-ə. Bir məxrəcdə yazsam, 6-da
2 minus 3x çıxılsın 2x minus 6 bərabərdir 1-də 3. Çarpaz vursam, həm də mötərizəni açsam eyni zamanda 2 minus 3x çıxılsın 2x üstəgələk 6 bərabərdir 18-ə. Mənfi 5x üstəgələk 8 bərabərdir 18-ə. Mənfi 5x bərabərdir 10-a. 18-dən 8 çıxdım. X bərabərdir mənfi 2-yə. X mənfi 2. Bu da olur A variantı. 48-ci sualımızın cavabı. Növbəti sualımız 49. Baxaq 49-a. Burada yazıram 49-u. A bölünsün. Bax, burada 3 ortaq vuruq kimi çıxardıram. A minus 1. Çıxılsın. A bölünsün. Buradan da 5'i çıxardıram. A minus 1 yazıram. Bərabərdir 6'da 1. Ortaq məxrəcə gətirirəm bunu. Deməli, bu 5'ə vurulmalıdır. Bu 3'ə. Çünki hər ikisində A minus 1 var. Olur. Bax, 15'də 5'ə vuranda bu oldu. 5A çıxılsın 3A. Bir məxrəcdə yazdım. Yaxşı. 15 A minus 1'də. Bu da olur 6'da 1. Bunu biraz sadələşdirsəm nə olacaq? 2A bölünsün 15A minus 15 bərabərdir 6'da 1. Çarpaz vursam 15A minus 15 1'ə vurulur. Bir şey dəyişmir. 6'nı 2A'ya vuranda 12A. 12A'nı bu tərəfə keçirdəndə 15A çıxılsın 12A bərabərdir 15 keçir bu tərəfə 15'ə. 3A bərabərdir 15, A bərabərdir 5. Tənliyini deyir, həll edin. A-nı tapdım 5. 5 dənə variantıdır. E variantı 49-cu sualımızda. 50-ni də yazaq, söhbəti bağlayaq. 50. 50-ci çalışmada nə deyir? O da bunun kimidir. A bölünsün. 2'ni ortaq vuruq kimi çıxarsam A plus 1. Çıxılsın. A bölünsün. 3'ü ortaq vuruq kimi çıxarsam A plus 1. Bərabərdir 8'də 1. Bunu 2'yə, bunu isə 3'ə, yox, bunu 3'ə. Bunu isə 2'yə vurmaq lazım. Onda nə olacaq? Olacaq 6 vurulsun A plus 1'də. Bunu 3'ə vurduğuma görə 3A çıxılsın 2A. Bərabərdir 8'də 1. Çarpaz vuranda bax 6A üstəgələk 6 bərabərdir. Burada da A qalır 8A'ya. Buradan 6 bərabərdir 8A çıxılsın 6A. Belə də yaza bilərəm da. 6 bərabərdir 2A'ya, A bərabərdir 3'ə. Cavab olur C variantı 50-ci sualımızın cavabı. Belə əziz və hörmətli şagirdlər, deməli hansı bölmə idi? Bir məhsulu təniş və məsələlərdən 50'yə qədər gəldik. Növbəti izahlarda görüşərik. Sağ olun.